həsrət ataya vermək istəyirəm inşallah. Teşekkür ederim Meyvan Adam. Buraya sahip gelen herkese ben teşekkür ediyorum. Bizim çölden konuklarımız da var. Onlara da Allah canlarını seversin, uzak yol yaptılar. Şehidine değer verip, onlar gelip bizi ziyaret etmişler, o şehidine değer verip, bizim şehitler de onlarla bir yerde ziyaret etmişler. Bu çok yaxşı bir misaldır ki, yani ki biz şehitlerimizi yaşadırıp, yaşatmalıyız. Evet, her şey özümüz taşıyırız, biz şehitlerimizi yaşatalım. Biz şehit atanları özleri başka yerde kalan insanlara numunevi insanlar olmalıyız ki onlar da bizden numune götürüp bizim arkamızda gelsinler, şehitlerine de kıymet versinler. Çok sağ olun. Herkese teşekkür ediyorum. Allah razı olsun. Yoksa Azerbaycanımızın her bölgesinden buraya gelen var. Kime göre gelir? Şehide göre. Eğer burada olan başkasına göre gelirse bu qəsəbəsində başkasının evine geçsinler veya başka mezara geçsinler. Demek ki tanınan odur, tanınan zirve odur. Biz de elə sizin sözünüze qüvvət qonaq atıya verək. Mübarizə ata, buyurun qonaq gəlməsi, şehit atasız, şehit məkanın səhifələrinə satasız. Allah məqamını uzatmasın. İlk önce hamını salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz Ağcabədi rayonundan, Ağcabədi şəhid atalarının, onların adından bugün buradayıq. Gəldik şəhid ananın yanında olan, elə də Həzrət qardaşın yanında olan aşağılığı verək. Həqiqətən evlə bitirmək çox ağır faciədir, çox ağır qəsdir. Amma burada bir məqsəd var ki, vətənimizin, torpağımızın uğrunda, elə də bayrağımızın uğrunda. Onun için de biz şehit ailelerine bu çok təskinlik verir ki, bugün şehitlerimizin hesabına qəhrəman bir xalqıyıq, qəhrəman bir ölkəyik. Onu da bize şehitlerimiz qanı canı bahasına verir. Elə də mən en çok təşəkkürümü Şəhla Anıya bildirirəm. Çünkü her an biz həmişə sizinləyik, komandası olarak bizim yanımızda olub, başta da Seydirman kardeşimiz olmak şartıyla həmişə her yerde çok belə cemaati adından iştirak edib. Onun için de onun yanında olup ona təskinlik vermek her bir Azerbaycan qardaşının insan borcudur. Allah şair kardeşimize rəhmət eləsin. Onun da adına böyük bir abidə ucalıqlı Qəbələdə əlbəttə ki ananın başta da seyid olmaq şərtiyle biz həmişə sizinlə komandası olarak böyük bir köprünüzündə əbədi olarak elə bilirəm daima orada yaşayacaq. Allah ruhu şad eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Hamısı ruhu şad olsun. Çok sağ olun değerli güzel kardeşler. Hamınıza Allah sabır versin. Var olun, Allah razı olsun. Biz de şehidimizi unutmamak için elinden gelen her şeyden Elman kardeşler. Çok sağ olun. Abidiye göre teşekkür edirik. Var olun. Allah can sağlığı versin her birinize. Kim şehit için adım atırsa Allah onun mükafatını hem burada verecek hem ahirette verecektir. Yani Rabbim Kur'an-ı Kerim'de kim zerre kadar hayır iş görürse onun karşılığını görecektir. Kim zerre kadar pis iş görürse onun karşılığını görecektir. Bacarağın hayır işler görer ki Allah hem bavurda hem ahirette onun karşılığını bize versin. Cennete buyurun mensetamız. Teşekkür edirik efendim, teşekkür edirik. Hürmetli tedbir iştirakçıları, əziz mühterem şəhid valideynləri, əziz qonaqlarımız, əziz qullar, əziz şəhid severlərimiz, Allah'ın salamı olsun her birimizin üzerine. Allah ziyaretimizi kabul eylesin. Bugün növbəti bir ağrılı, acılı, qismən də bir firurlu günü yaşamaktayıq. Bu günü bizlere bəxş eden, əzəli bütün günləri bəxş eden ulu Tanrıdır. Hem de olsun Allah'a, hem de bizim şəhid balamızdır ki bizleri bir araya növbəti dəfə cəm edib.
Şehidimiz Sahil balamızın şehadetinden 9 il geçir ama ne Şəhlana üçün, ne Həsrət ata üçün, ne de onların aile səceresi üçün bu 9 yıl böyle, hiç 9 gün de böyle. Elə bir günen olan bir ağrıdı, acıdı. Yani o ağrılar, o acılar, o yaralar ne qaysaq tutub, ne de neylənsə bir yaxşı şeylənsə əvəz olunmuyor. Biz de April şehidimizin ölmez ruhu timsalında Azerbaycanımızın bu vaktidir. Şehit düşmüş şehit balalarımızın ölmez ve nurlu hatiresi karşısında baş eğirik. Allah'tan arz edirik ki Ulu Tanrı vətənimizi, elimizi, xalqımızı bir de belə ağır sınaqlarla sınamasın. Her defa deyirik ki, bəli, torpaqları azad eden onun vətəndaşları olmalıdır. 44 günlük vətən müharibəsi də, ondan əvvəlki 1-ci Qarabağ müharibəsi də, bu vaxta kimi olan bütün döyüşlər bir daha sübut elədi ki, Azərbaycan xalqı öz torpaqlarını qoruya bilmək iqtidarındadır və o torpaqların oğludur. Üzlə 1-ci Qarabağ müharibəsi çox acı nəticələr verdi xalqımız üçün, elimiz üçün, amma o vaxt arxalı köpəklər çox idi, erməniyə havadar olan qüvvələr. Elə bil Allah da o vaxt Azərbaycan xalqından üz döndərmişdi. Torpaqda, vətənimizdə torpaq davasından, vətəni qorumaqdan çox elə kürsü davası gedirdi. O kürsü davalar da Qarabağımızı yadelli tapdağı altına saldı. Neçə rayon və neçə şəhərlərimiz yadellərin əlində qaldı. Bəli, bütün şəhid balalarımızın, milli ordumuzun əskər zabitlərimizin, Azərbaycan Ali Baş Komandanın xalqı eli ilə olan birliyi 44 gündən bu vaxta kimi xalqımızı ermənisiz bir dövlət deyək belə Azərbaycan qura bildi. Amma içimizdə o qədər ermənilər var ki, bugün elə şəhid haqqını tapdalayan da, onun haqqında göz yumanlar da elə ermənilərdən bitərdi. Allah nətərdi, Allah qorusun elə insanlardan. Şəhlana, Həsrət ata, mən sizin şəxsinizdə, ailə səcərənizə, nəsil səcərənizə, bu cəmaatın timsalında xalqımıza, elimizə deyirik, başımız və vətənimiz sağ olsun. Allah Sahil balamızın məkanını cənnət ruhuna şad, qəbri-i abad eləsin. Ona qismət olmayan uzun ömür, yerdə qalan, sizin qalan bala və nəvələrinizə qismət eləsin. Və mən bura əli boş gəlməmişəm, bacardığım bir şeiri də şəhidimizin ruhuna, şəhid valideynləri adından ərmağan eləmək istəyirəm. Şəhid Sahil Şirinovun 9-cu il dönümünə. Bizim April şəhidimiz Polad kimi igid idi. Qarabağın dərdi idi, onun da ən böyük dərdi. Allah, nə tez apardın sən öz yanına belə mərdi. Demədim mi sahil deyib, ağlayanlar olar hər gün. Şəhla ana 9 ildir balam deyib ahva edir. Göz yaşından kəh bir bulaq, gah da dəli bir çay edir. Kimsə elə bilməsin ki, yazıq qışın yay edir. Bir acıdan min bir qəlbə ağrı acı dolar hər gün. Dəmdə qəm gətirsə də, ulu tanırım, dərdi qəmi, dünya boyda olanların quruyar mı gözün nəmi? Şəhid ata-anaları xəzan vurmuş çiçək kimi, nakəm övlad həsrətindən, ey saralar, solar hər gün. Bizim şəhid saatimiz nişanlı idi. Şəhla ana o günləri xatırlayır, balasını ana, balam deyib gecə gündüz, balam deyib gecə gündüz, o da lovsuz yana əvvəlki tək balasına laylasını çalar hər gün. Zalim fələk, gör nələri rəva bildin bizlərə sən, yaman yerdə dərdə salıb, yaman güldün bizlərə sən, yoxsa yeni tarih yazıb, tarih sildin bizlərə sən, düşündükcə insanoğlu xəyallara dalar hər gün. Xeyirbəyin haqqı çatır, haqdan desin, çünki o haqq,
ürəyinə təpər verib, gözlərinə olub çıraq. El-obada qurulanda bir nişan tut yətəmtərər. Övladını yada salıb, gözləri ey dolar tərkür. Bəli, bugün bir acı həqiqətdir. Eldə obada bir xeyir iş olanda şəhid valideynləri çağrılmış o yerə. Geçsələr də gözü yaşla dolu gedir. Getməsələr də olduğu yerlərdə gözləri yaşla dolur. Allah hər birimizin əziz şəhid valideynləri, həsrət ata, şəhlanla, hər birimizin başını Allah necə deyim, təsəlli versin, dözüm versin, başımız sağ olsun. Allah bu cemaati sizləri də, Allah tədbir iştirakçıları var eləsin ki, 9 ildir gəlib bu ailənin dərdini, sərini, acısını, ağrısını bölməkdəsiz. Allah bir də xalqa elə əlacı müsibətlər qismət eləməsin. Mehman əfəndi, mən sizin şəxsinizdə də Qəbələnin yanımızda olan bütün dindarlara da təşəkkür edirik. Allah sizlərə də xeyir işlər qismət eləsin ki, yüz dolu, qəlb dolu o xeyir işlərdə sözünüzü deyə biləsin. Var olun. Amin inşallah.